Bu günlərdə məşhur Amerika psixoloqu və psixoterapevti Rollo Mayın bir məqaləsini oxudum və məqalə üsyankar ruh haqqındadır. Yəni asi, üsyankar ruh mütləq cəmiyyətə lazımdır və orada üsyankar ruhla inqilabçı ruhu fərqləndirir. Yəni İnqilab çox vaxtı yaxşı şeylərə gətirmir. Ümumiyyətlə həmişə. Yəni inqilab öz balalarını yeyir. Ona görə də mən özümü buntarka, yəni üsyankar hesab edirəm. İnqilabçı yox. Çünki mənim hakimiyyətdə də gözüm yoxdur. Mən sadəcə cəmiyyətin düşüncəsinin dəyişməsini istəyirəm. O düşüncə dəyişsə hər şey dəyişəcək. Və Rollo Mayın bu məqaləsində bir abzas məni bu videonu çəkməyə gətirdi. O abzasda Olimp allahlarından bəhs edir. Yəni biz ölümsüz olsaydıq, Olimp allahları kimi günümüzü boşa xərcləyib və ancaq müəyyən insanlarla erotik nələrsə yaşayıb günümüzü keçirmiş sayardıq. Amma ölümlü ola da biz eyni şeyləri edirik. Yəni Azərbaycan cəmiyyətində çoxluq kişilərin, eləcə də qadınların, çünki müəyyən azadlıqlar verilməsinə baxmayaraq qadınlar da özlərini inkişaf etdirmirlər. Əksinə yenə də kişilərin avanturasına gedib özlərini elə şeylər xarici görünüşcə yaratmaya çalışırlar ki, kişilərin diqqətini cəlb etsin. Kişilərin də fikri zikri biraz pulu olsun, maşını olsun, nəyi olsun və kənarda cinsi əlaqədə olacaq müəyyən insanları olsun və orada yatsın və sonra da gəlsin evinə, başını açsın, yatsın və səhər yenə işə getsin. Vitrin üçün də bir ailəsi mütləq olsun. Olmayanda yenə cəmiyyət tərəfindən qəbul olunmursan. Qadınlar da kişiləri dəyişmək yerinə əksinə onlarla eyni edirlər və müəyyən pulu olan kişi axtarırlar. Eyni zamanda kişiləri alfonslaşdıran qadınlar da var. Yəni pulla saxlayanlar. Və beləliklə də nələrsə almaq istəyirlər. Amma saxta şeylərin üzərində, sırf xarici şeylərin üzərində, əgər daxilin bomboşdursa, heç nə qurmaq olmur. Və bunu görürük də insanların üzlərindən. Halbuki qadın inkişaf etməli və kişilərə də doğru düzgün enerji ötürməyi bacarmalı və elə bir şərtlər yaratmalıdır ki, kişi özünü göstərə bilsin. Yəni kişi özünü göstərməlidir ki, onda da özgüvən yaransın. Həm kişi, həm qadın da bir-birinin yoluna hörmət etməlidirlər. Əgər hər ikisində sədaqət varsa və hər ikisində müəyyən dəyər prinsiplər varsa. Bunlar yoxsa hər şey müvəqqəti olur və o güldən bu gülə atlanan kəpənəklər kimi gündəlik nələrsə yaşamaya çalışırsınız. Axşam yenə bomboş bir ruhla yatıb, səhər yenə nələrsə axtarmağa başlayırsınız. Halbuki hər şey sizin içinizdədir. Kişili qadınlı bir-birinizi yalnızlaşdırırsınız. Qadın kişinin ətrafını yalnızlaşdırır, kişi qadının ətrafını. Bu da yenə dediyim kimi bağımlılıq münasibətləridir. Sonra bu bağımlılıq pozulanda lomkalar başlayır və lomkaları sağaldıb özünü yenidən qurmaq əvəzinə yenə eyni palçığa girib həyatınıza davam edirsiniz. Yəni ölümsüz olan Olimp allahları da, ölümlü olan insan oğulları da eyni cür hərəkət edir.